Salam dostlar, əsasən də balaca dostlarımıza salam olsun. Ən sevdiyiniz oyunlardan biri Roblox oynayırıq. Roblox'un bu hansı bölümüdür? Demək sürətli qaçış bölümüdür ki, burada hazırda 5x təcrübəni almaq üçün, yəni belə deyək sürəti 228 bizə pul lazımdır. Bizdə isə hazırda 72 puldur. 72 pulu 228 etməyə çalışacağıq. İnşallah ki, sizin üçün maraqlı olar və başqa oyun təcrübələri ki var, belə deyək, onu bəyənirsiniz ray bölümündə, onu da bizimlə bölüşsəz yaxşı olar və biz də onu oynayıb zövq alardıq inşallah. Burada görürsünüz ki, qaçır, yəni sürətini artırır. Bunlar pulludur. Çox xoşuma gəldi əslində bu şey. Bəli, başlayaq. Hazırda gördüyünüz kimi 20 səviyyəyəm, yəni qaçış sürətim 20 səviyyədir. Get-gedə də 18 yox, 1,8K olduqdan sonra 21 səviyyə olacam. Hazırda 2x almışam, 3x donatılmışdı. İndi isə 5x almağa çalışırıq. Başlayaq. Getdik. Sürət zəif olduqda bilirsiniz ki, yəni bu lavaların içinə düşürsən. Oh, sürətə bax, çox gözəl. İndi hazırda burada 5 pul verir. Bu 5 pula yəni götürsəm, yenidən başlamalı olacam. Ona görə irəli. Burada 11 pul verir. 11 pulu götürsəm, yenidən geri qayıtmalı olacam. Yoxlayaq görə gücümüz çatacaq axıra qədər getməyə, yoxsa yox. Axıra qədər deyəndə, yəni elə bilirəm bunun sonu yoxdur. Amma növbəti, yəni 11-dən daha çox pul üçün yarışaq. $19 pul. Məncə bunu götürər, risk eləməyək. Bəli, 19-u götürdük, hazırda oldu 91. Getdik. Gördüyünüz kimi orada lavaya düşdü. Bu top bizə vurmağa çalışır, biz bundan qaçırıq. Çox təəssüf. Lava düşdük. Roblox oyunu həqiqətən əyləncəlidir. Amma ilk dəfə yükləyənlər üçün deyim ki, Roblox oyununda müxtəlif növ oyunlar var. Ola bilsin ki, siz digər bir oyuna girəsiniz, oyun sizin xoşunuza gəlməz. Amma burada dəqiq bilmirəm nə qədərdir. Mənim fikrimdə yüzlərlə burada oyun modu var. Amma burada zövqünüzə uyğun həqiqətən oyun modları çıxır. Hər zövqə uyğun belə deyək oyun modları var. Mən də ilk başlarda yükləyəndə xoşum gəlməmişdi. Belə deyək oyunu silmişdim. Amma yenidən yükləyəndə belə deyək daha xoş oldu. Çünki düzgün mod seçmişdim özümə dair. Gərək ki, gözləyim. Sonra yenidən keçin. Yoxsa məndən qabaq kimsə gedəndə alınmır. Yol dağılır belə deyək. Bəli, hazırda yol indi açıqdır. 1, 2, 3, 4. 19 pulu götürmürük. Yola... Allah! 19 pulu götürməyib yola davam edəcəyik. Belə, toplu bilən çaşdıraq toplu belə. Yox, gözləyək yolda olsun. Bəli, bu yola doldu. Buradakı 19 pulu götürmürük. Yola davam edirik və gözləmək lazımdır. Yol bağlandı. Qaçır. Az qalmışdı amma. Az qalmışdı. Məncə 19 pulu götürək. Hazırda 22 səviyyəyik. Gözləyək heç olmasa 24 səviyyə olaq. Çünki səviyyə qalxdıqca sürətdə qalxır. Bəli, burada 19 pulumuzu götürək. Gördüyünüz kimi səviyyə 23 olanda sürət daha çox böyükdür. Yenə 19 pulu götürək. Azot. Azot imkan ver, azot. Qarşımızda isə tostikdir. Ay, gest olanı. Gözlə dostum, mən səndən daha sürətliyəm. 1, 2, buranı keçdik. 11 pul qaldı arxada. 19'a doğru irəli. 19'u götürək.
140 oldu. Yox, dayan. Onun sürəti çox olduğuna görə sağ tərəfə gedəlim. Daha yaxşı keçməyə bacardı. Bu dəfə 19-u götürdük. Bu dəfə isə 24 səviyyə olduq, amma top bizi yarı yolda qoydu. Bu dəfə isə 19-dan daha çox pul üçün yarışırıq. Sol keçdik. İnanmıram çatdırım. Ah. Bir daha. Yox, keçməyəcəm. Lap yaxına gələk, bəli. Getdi. Gözləyək. Getdi. Burası çox uzundur, bu yol çox uzundur. 24 səviyyəyik. Məncə 5x təcrübəni alaq və 30 səviyyə olaq. Ondan sonra yoxlayaq bu yolu. 19 pul hanı? Bu 11-dir. Gəlin 5 səviyyəni alaq. 5x təcrübəni alaq. Ondan sonra həmin yolu yoxlayaq. Bu oyun Roblox oyunu profilimdə birinci dəfədir yayımlanır. Növbəti bölümlər də gələcək. Təbii ki, yəni sizin baxmağınızdan, bəyənməyinizdən asılıdır. Əgər izləyici çoxdursa, videoda çox olacaq. İnşallah. Az qalmışı düşmüşdük. Deməli, bizim oldu 216, 228. Deməli, 4 buradan, 8 oradan neçə? 12. Bizə 12 pul lazımdır. Buradakı 11 puldur. Əgər 12 olsaydı daha yaxşı olardı. Ona görə məcburən 19 pul götürürük və beləcə 5x təcrübəni alırıq və donatılmış. Artıq təcrübə daha tez dolmağa başlayır. Aşağıda gördüyünüz kimi 26-ya doğru çox sürətlə gedir. Biraz burada məşq edək. Həqiqətən get-gedə sürət. Ümumiyyətlə, adrenalin anlayışı çox gözəldir. 26 səviyyə olmağa az qalmışıq və beləliklə 26 səviyyə. Məncə yoxlayaq. Getdik. 19 puldan qabaqçı pulu yoxlayaq. Nə qədər olduğunu bilmirəm, amma yoxlayacaq. İnşallah getdik. Bu dəfə çox sürətlilik. Dayanma. Yaxşı. Bu yol çox uzundur. Getdik. Bəli, keçdik dostlar. Fantastika. Keçdik. Deməli, burada 51 pul verir. Burası necədir? Var keçmə. Burada isə keçi kimi tullana getməlisən. Yoxlayaq mı? Yoxlayaq. Yox, bura bizim üçün deyil. Hazırki səviyyəmiz 26-dır. Oylanı keçmək üçün mənə elə gəlir ki, səviyyəmiz 35 olmalıdır. 35 səviyyə olmalıyıq. Dostlar, videonu burada saxlayıram. İnşallah ki, bu bölümü bəyənsəz, növbəti bölümləri də çəkəcəm. Sağ olun, sağlıqla qalın. Hələlik.